Boksçu Ramal Amanovun müsahibəsindən əsas məqamlara qısaca nəzər salaq. Deməli, söhbət bir vaxtlar dünya ikincisi olmuş, çox böyük potensialı olan bir idmançıdan gedir. Bəs necə oldu ki, onun karyerası demək olar yarımçaq qaldı? Məsələ heç də ringdəki məğlubiyyətlərdə deyil, tamamilə başqa yerdədir. Birincisi, Amanovun karyerasını məhv edən əsas amil sistemlə olan münaqişələr olub. Baxın, 2007-ci ildə federasiya ilə bir mübahisəyə görə onu həvəskar boksla vidalaşmağa məcbur ediblər. Sonra peşəkar ringə keçəndə isə sırf Azərbaycan bayrağı altında döyüşmək istədiyi üçün Rusiyadakı müqaviləsini itirib. Təsəvvür edirsiniz? İkincisi, vətənindən heç bir dəstək görməməsidir. Yəni o, karyerasını ABŞ-da qurmağa çalışanda Azərbaycanda heç peşəkar boks federasiyası belə yox idi. Hətta Bakıda bir döyüş təşkil etmək istəyib, amma dəstək olmadığı üçün bu da alınmayıb. Və nəhayət üçüncüsü, onun bugünkü Azərbaycan boksu haqqında fikirləri. O, vəziyyəti, xüsusilə də doğma şəhəri Gəncədəki durumu bir sözlə rüsvaçılıq adlandırır. Deyir ki, onlarla məşqçi var, amma illərdir bir dənə də çempion yoxdur. Üstəlik dilimizi bilməyən əcnəbi baş məşqçinin təyin olunmasını da bilirsiniz, çox absurd sayır. Bir sözlə, Ramal Amanovun hekayəsi təkcə bir idmançının taleyi deyil, daxili çəkişmələr və laqeydlik yüzündən böyük bir potensialın necə itirildiyini göstərən bir nümunədir.